Salam dəyərli yoldaşlar, əziz abituriyentlər, dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur Mehdili. Bugün sizlərə Süleyman Rüstəmin Təbrizim şeiri haqqında ən vacib məqamları çatdıracağım. Sona qədər izləyin, möhtəşəm bir videoza olacaq. Baxaq, ilk öncə demək məzmuna baxaq, sonra hər bəndin forma xüsusiyyəti haqqında da məlumat ötürəcəm. Deyir, baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Qoymaram yadlar girsin qoynuna, İzin ver qolumu salım boynuna. Sənin bayramına, sənin toyuna, dili bir, qanı bir, qardaşın gəlib, dərdinə aşina, sirdaşın gəlib. Təbii ki, biz burada yoldaş görürük ki, ilk öncə bunun üzərində bəzi qeydlər götürülür. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Ki, burada Təbrizə müraciət var. Təbii ki, biz buna da bədii xitab deyəcəyik, çünki müraciət var. Eyni zamanda deyir, qoymaram yadlar girsin qoynuna, İzin ver, qolumu salım boynuna. Sənin bayramına, sənin toyuna, sənin xoş gününə dili bir, qanı bir. Yəni həm Şimali Azərbaycan yoldaşlar, həmçində Cənubi Azərbaycanın söhbətidir. Yəni dili bir, qanı bir qardaş deyəndə burada Şimali Cənubi Azərbaycan nəzərdə tutulur. Dərdinə aşina, sirdaşın gəl. Təbii ki, qafiyə quruşuna biz baxsa görək ki, A boynuna, qoyununa, boynuna, toyuna, sonra gəlib B, gəlib B. 3A, 2B şəklində demək qafiyələr. Sən çıxdın qarşıma duzla çörəklə. Təbrizin duzla çörəklə qarşımıza çıxması. Təbii ki, burada metafordan istifadə olunur yoldaşlar. Təbrizin duzla çörəklə qarşımıza çıxmağı, bağrından dərdiyin güllə çiçəklə. İkiyə bölünməz saf bir ürəklə. Saf ürək, təbii ki, burada yoldaşlar epitetdən istifadə olunub. Təbrizim, Təbrizim, aman Təbrizim. Yenə də burada demək yoldaşlar, demək bədii xitab var. Aman Təbrizim, yox olsun başından duman Təbrizim. Hər ikisində demək burada bədii xitabdan istifadə olunur. Qədrini ayrılıq çəkənlər bilər. Yəni qədrini bizim kimi, Şimali Cənubi Azərbaycan kimi ayrılıq çəkənlər bilər. Hicrində, ayrılığında göz yaşı tökənlər bilər. Ömrünə qaranlıq çökənlər bilər. Bağından gül çiçək dərdim Təbrizim. Yenə təzələndi dərdim Təbrizim. Təbii ki, burada deyir ki, baxın, bağından gül çiçək dərdim Təbrizim. Demək, Təbrizin bağından gül çiçək. Təbii ki, burada Təbriz deyəşəm, orada yaşayan demək Təbriz şəhər eyni zamanda biz burada görürük ki, Təbriz eyni zamanda Təbrizlilər nəzərdə tutur. Qədrini ayrılıq çəkənlər bilər, hicrindən göz yaşı tökənlər bilər. Ömrünə qaranlıq çökənlər bilər. Bağından gül çiçək, dərdim Təbrizim, yenə təzələndi, dərdim Təbrizim. Biz burada eyni zamanda yaxın yoldaş baxın, qafiyənin o demək biz burada qafiyədə biz təzninsə də rast gəlirik. Bax diqqətli ol bitdi. Bağından gülsə dərdim. Burada bu dərmək feilidirsə əgər, bax diqqətli olacaq. Burada dərmək feilidirsə əgər, yenə təzələndi dərdim. Burada isə dərd ismindən söhbət edir. Bu da demək cinas qafiyələrində istifadə olunmuş. Təbrizim yəni yoldaşlar burada demək bədii xitabdan istifadə olunur. Nə qəşəngdir yol boyunca söyüdlər. Söyüdlərin kölgəsində igidlər. Babalardan dinləyirlər, öyüdlər. Coşur damarlarda qanı Təbrizim. Yoxdur bu mərdlərin sanı Təbrizim. Təbii ki, burada deyir ki, baxın, yol boyunca söyüdlər necə də gözəldir. Söyüdlərin kölgəsində igidlər. Babalardan o dinləyirlər, öyüdləri dinləyirlər, öyüd nəsiyyəti dinləyirlər. Coşur damarlarda qanı Təbrizim. Yoxdur bu mərdlərin sanı Təbrizim. Yəni, təbii ki, burada bədii xitabdan istifadə olunur. Ağlasan ağlaram, gülsən gülərəm. Yaşasan yaşaram, ölsən ölərəm. Ağlasan ağlaram, gülsən. Ağlamaq, gülmək. Təbii ki, burada yaşasan, burada yoldaşlar təzaddan da istifadə olunur təbii ki. Burada təzaddan da istifadə olunur. Baxın yoldaşlar, ağlasan ağlaram, gülsən gülərəm. Burada təzaddan da istifadə olunur. Varımı səninlə yarı bölərəm. Gəl bir də üzündən öpüm Təbrizim. Başına gülsək, səpim Təbrizim. Təbii ki, burada yəni bədii xitabdan istifadə olunur. Eyni zamanda Təbrizin üzündən təbii ki, öpmür. Burada metonimiyadan da istifadə olunur. Çünki Təbrizliləri nəzərdə tutulur burada. Nədir o mənalı dərin baxışlar? Mənalı baxış, dərin baxış. Təbii ki, burada epitetdən istifadə olunub. Nədir gözlərində yağan yağışlar? Eyni zamanda burada yoldaşlar bədii sualdan da istifadə olunub. Nədir qəlbindəki faizlər, qışlar? Nədir, nədir, nədir? Demək, anaforadan yoldaşlar, anaforadan istifadə olunub. Yetim tək boynunu burma Təbrizim. Belə məlum baxıb durma Təbrizim. Yetim tək boynunu burma. Təbii ki, burada qeyd olunub, baxın, təşbihdən demək istifadə
olunub. Sənin çiçəyinə, gülünə qurban, mənə qardaş deyən dilinə qurban. Vətəninə qurban, elinə qurban, baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Baxın yoldaşlar, biz görürük ki, deyir, sənin çiçəyinə, gülünə qurban, mənə qardaş deyən dilinə qurban. Təbrizin qardaş deməsi, baxın, mənə qardaş deyən dilinə qurban. Təbii ki, bu yerdə metafordan istifadə olunub, mənə qardaş deyən dilinə qurban, vətəninə qurban, elinə qurban. Burada eyni zamanda demək biz görürük ki, baxın, baxdıqca hüsnünə doymar gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim. Yəni burada bədii xitabda demək istifadə olunmuşdur. Mövzu Şimal-Cənubi Azərbaycan mövzusundadır. Yəni vətənin Azərbaycan iki hissəyə parçalanmasından söhbət açılır. Burada yenə də biz görürük ki, baxın, baxdıqca hüsnünə doymar gözüm. Bu iki misra eyni zamanda sonunda da təkrarlanan, baxın, baxdıqca hüsnünə doymar gözüm. Həm əvvəldə, həm də sonunda təkrarlanan iki misralar burada var. Əsərin təhlilinə baxaq burada. Əsər deyir ki, lirik növdə təbii ki, heca vəznində bəndlər şəklində yazılıb. Hər bənd 5 misradan və hər misrası 11 hecadan ibarətdir. Müxəmməs deyil. Misradakı bölgüsü 6-5 şəklindədir. Misradakı bölgüyə də bir baxaq. Baxın, yollar deyir ki, qoymaram yadlar girsin qoynuna, izin ver qolumu salın boynuna. Sənin bayramına, sənin toyuna qanı bir, dili bir, qanı bir qardaşın gəlib, dərdinə aşina sirdaşın gəlib. Təbii ki, bütün bəndlərdə 6-5 bölgüsündə yazılıb. Qafiyyə quruluşda 3A, 2B, 3C, 2D, 3C, 2E kimi qafiyyə yəni bütün bəndlərin qafiyəsi tam fərqlidir. Demək, birinci bənd son misra öz arasında, ikinci bənd son misra öz arasında, üçüncü bənd son misra öz arasında kimi qafiyələr. Əsər tərənnüm əsasda süjetli lirika nümunəsi deyil. Əsər Təbrizə xitabən yazılmışdır. Təbriz sözü bəzi misralarda metonimiyadır. Şeirdə ikiyə bölünmüş bir xalqın, torpağın harayı var. Dili bir, qanı bir qardaş gəlib, dərdinə aşina sirdaşın gəlib. Digər ki, Şimal-Cənubi Azərbaycanı nəzərdə tutub, öncə qeyd etdik. Şeirdə Təbriz el adətlərinə uyğun olaraq öz qardaşlarını sirdaş, duz, çörəklə, gül çəklə qarşılar, bəli. Əsər lirik qəhrəman ürəkdən sevinə bilmir. Yenə təzələndə dərdim, Təbrizim demək ki, köhnə dərdinin təzələndiyini deyir. Şeirdə Təbrizin qədrini ancaq ayrı çəkənlərin, gözlük tökənlərin bildiyini vurgular. Yiğidlərin cəsarətini, qəhrəmanlığını, babaların öydüyünü dinlədiksə, gənclərin qanı coşur, bütün bunları şairi sevindirir və nikbin duyğular oyadır. Şair Təbrizin gözlərindən axan yaşların mənəli baxışların səbəbini soruşur, yetim kimi boynu vurmamağı deyir. İki ayrı salımı iki qardaşın qoşulmasına bəslənən arzunun ifadəsidir. Əsərin əsas ideyalarından biri Azərbaycanı birləşdirmək arzusudur. Əsərdə Cənubi Azərbaycan tali ilə bağlı siyasi mətləbləri də öz əksini tapıb. Ana dillə bağlı həqiqəti münasibət, sonra Təbriz gözəlliyinin tərənnümü, bax belə məqamlar yoxdur. Təbrizi şairlərin ədəbi irsinə verilən qiymət, Təbrizdə yaşayan şairlərin Şimal Azərbaycan həsrəti kimi məsələlərə şeir öz əksini demək tapmayıb. Müəllif sevincli və kədərli anların birgə yaşayacağını, əlində olanı yarı bölmə hazır olacağını vurğular. Deyir ki, varımı səninlə yarı bölərəm. Baxın, əlində olanı da demək yarı böləcəyini deyir. Belə dəyərli yoldaşlar, bu Süleyman Rüstəmin Təbrizim şeiri haqqında ən vacib məqamlar idi. Diqqətinizə görə təşəkkür edirəm.